Sadıqov bir növ müəlliminin oyun fəlsəfəsini öz baxış bucağı ilə birləşdirərək yeni nəsil məşqçi modelini yaradı. Topa nəzarət, kollektiv intizam və nəticəyə hesablanmış oyun modeli bu təsirin əsas elementlərindəndir. Zirədə bu keyfiyyətlər daha aydın görünür. Futbolçuların inamla şans alması, taktiki çemiklik və oyunun gedişinə müdaxilə bacarığı onun əsas üstünlüklərindəndir. Sadıqovun komandası sadəcə qapanan və bir xal üçün oynayan kollektiv deyil. Zirə hücum etməyi, risk almağı və nəticə üçün oynamağı da bacarır. Qartalar transfer məsələsində iddialı deyillər, amma məqsəd yönlüdürlər. Klub büdcəsinə uyğun ehtiyaca cavab verən oyuncular gətirilir. Legioner seçimləri də keyfiyyət baxımından uğurlu alınıb. Komandaya uyğunlaşan və fərdi bacarığı ilə oyuna təsir edə bilən futbolçular seçilir. Bu isə həm rəqabəti artırır, həm də mövsüm boyu alternativlərin çoxalmasına imkan yaradır. Komandanın oyun planı əsasən müdafiə intizamı üzərində qurulub. Zirə bu mövsüm Premyer Liqada ən az qol buraxan komandalar sırasındadır. Müdafiədəki kollektiv məsuliyyət və sıx əlaqə hücumların qarşısını almaqda əsas rol oynayır. Hücumlar isə cinah oyuncularının dinamizmi və mərkəzdə yaradıcı futbolçuların iştirakı ilə sürətli formada qurulur. Standart vəziyyətlərdə də effektivlik var. Zirə üçün Avrokuboklar hələ ki təcrübə toplamaq mərhələsidir. Amma artıq ilk uğurlu çıxışlar görülməyə başlanır.